Bismillahirrahmanirrahim. Elhamdülillahi və salatu və salamu alə məllə nəbiyyə və əmə bə'd. Selamu aleykum və rəhmətullah və bərəkatuhu. Biz deməli Vasitiyyə Risaləsini oxumaqda davam edirik. Elhamdülillah, yəni sələfin kitablarını oxuyanda fikir verirsiniz, sələflərin çox kitabları, sözləri azdır, amma dəlillər çoxdur. Dəlillər də öz fikri yox. Öz fikirləri yox. Quran, sünnə. Məsələn, biz indi oxuyuruq Vasitiyyə. Vasitiyyə ancaq ayələrdir, hədislərdir, əsasən. Və nə ki bu Vasitiyyəndir? Sadəcə bəli, ola bilər söz çox olsun, o da rədd kitablarında əsasən. Rədd kitablarında əsasən bəli, nəysə rədd olunur və s. Orada söz çox ola bilər. Orada başqa elmlərin yollarla rədd oluna bilər və s. Amma belə ümumən sələflərin kitabları söz az, əsas dəlillərdir. Yəni Quran, sünnə və s. İndi Şeyxülislam İbn Teymiyyanın Risaləsini oxuyuruq. Hansı ki, zöhrdən əsərə, yəsirdən məğribəcən bu risaləni yazıb, verib. O da Vasitdən biri gəlir, deyir ki, mənə sahabələrin əqidəsini bizə bəyan elə. O da yazır bu risaləni. Verir ki, buyurun, sahabələrin əqidəsi budur. Və biz artıq Allahın kəlamı sifətindəyik. Yəni Allahın kəlam sifəti, isbatı. Və burada müəllif rahimehullah, kəlam yəni Allah Taala danışır. Düzdür, biz də danışırıq. Biz də danışırıq. Lakin bu o demək deyil ki, biz buna görə müqayisə eləyək özümüzlə Allahı və deyək ki, yox, Allah danışmır, belə deyək. Və ya biz də danışırıq deyə, məcbur olub deyək ki, məsələn, yox, Allah Taala danışır, amma səssiz, hərfsiz, necə deyirlər. Və ya cürbəcür, necə bidət əhli, o Allah Taala'nın sifətlərini təvil və ya təhrif eləməklə, təbii ki, səbəb nədir? Oxşatmaqdan qaçmaq məqsədi ilə cürbəcür yolları əl atıblar, üslubları əl atıblar. Amma hansı ki, biz görürük sələf necə var elə qəbul edib, lakin oxşatmamaq şərti ilə, çünki Allahın bənzəri yoxdur axı. Allah Taala buyurur, leysə kəmislihi şey və huves semiyul basir. Allah Subhanahu taala buyurur, onun mislində heç nə yoxdur. Onun bənzəri yoxdur. Və o eşidib görür. İndi biz də eşidib görürük. Lakin bizim eşitməyimiz, görməyimiz, Allahın görməyi kimidir? Əlbəttə yox. Əlbəttə yox. Çünki bizdə nə var? Hamısı məhduddur. Göz də məhduddur. Yəni müəyyən həddəcən görür. Sonra artıq görmür, dəqiq bilmir. Artıq elə ola bilər ki, görməsin. Həmçinin qulaq da məhduddur. Həmçinin ağıl da məhduddur. Ağıl da məhduddur. Ağıl tabidir şəriətə. Şəriət ağıla tabidir. Ən böyük məsələlərdən nədir? Müşkül məsələlərdən biri də onlar ki, şəriəti ağıla tabi eləyiblər, azıblar. Başlayıblar, ağıl nə dərk elədi, qəbul eləyiblər, nə dərk eləmədi, qəbul eləməyiblər. Təbii ki, bunlar hamısı biz görürük Peyğəmbər sallallahu əleyhi və səlləm sahabelərin yolu deyil. Və Allahın kəlamı, Allah danışır. Danışmaq Allah Taala'nın zatı sifətlərindəndir. Həmçinin də feili. Yəni istəyinə bağlıdır. Allah haçan istəyir danışır, necə istəyir danışır, nə istəyir danışır. Və danışığı səs və hərfdən ibarətdir. Danışığı səs və hərfdən ibarətdir. Allah Taala'nın danışığı, kəlamı məxluq deyil. Allah Taala'nın kəlamı məxluq deyil. Və həmçinin o nazil edib və ondan başlayıb o kəlmə və ona da qayıdacaq. Yəni ona qayıdacaq, yəni qiyamət günü Quran götürüləcək. Artıq oxuyan olmayacaq ona görə. Sonra qiyamət başlayacaq. Və Əhl-i-Sünnə əqidəsi budur. Və Şeyx də rahimehullah burada ayələr gətirir. Ayələr gətirir bu məsələ ilə bağlı. Allah Taala buyurur ki: "Və men asdaqu minallahi hadisə." Allah Subhanahu taala daha doğru danışan olarmı? Əlbəttə yox.
Və ya və mən əstəqu minəllahi qilə. Sonra başqa ayədə buyurur və iz qalallahu ya İsə ibn Məryəm. Və iz qalallahu ya İsə ibn Məryəm. Yəni Allah Subhanahu taala deyir ki, ey Məryəm oğlu İsa. Və ya məsələn Allah Taala buyurur ki, və təmmət kəlimətu rabbikə və təmmət kəlimətu rabbikə sidqan və adlə. Və ya başqa ayədə buyurur ki, və kəlləməllahu Musa təklimə. Allah Subhanahu taala Musa ilə danışdı. Və arada tərcüməçi olmadı. Allah Taala bəzi peyğəmbərlərlə danışıb birbaşa. Birbaşa. Bizə məlum olan Musadır, açıq aydın və Peyğəmbərimiz sallallahu aleyhi ve sellem Cəbrailsiz. Və başqa ayədə buyurur ki, Allah Taala və minhum mən kəlləməllah. Bu ayələrdən hamısının Allah Taala'nın danışmaq sifəti bəyan olunur. Və başqa ayədə buyurur ki, və ləmmə cəə Musa limiqatinə və kəlləməhu rabbuhu. Və o vaxt ki, miqat, yəni o Tur Sinəyə gələndə Musa, Allah Taala onunla danışdı. Və Musa təbii ki, Allah Taala danışığı səs və hərfdən ibarətdir. Musa çünki eşidirdi. O ağac danışdı və s. necə deyirlər. Ağac deyir ki, mən sənə Rəbbinəm. Allah danışırdı. Allahın danışığı səs və hərfdən ibarətdir və Musa eşidirdi nə deyir Allah. Və başqa ayədə buyurur ki, şeyx gətirir burada və nəydəynəhu min canibi turil əyməni və qarrabnəhu nəciyyə. Və başqa ayədə buyurur və idnədə rabbuka Musa ən'i'til qavməl zalimin. Ən'i'til qavməl zalimin. Və sonra başqa ayədə buyurur ki və yevmə yunədihim fəyəqulu mədə əcəbtumul mursəlin. O vaxt Allah Taala qiyamət günü deyəcək, peyğəmbərlərə nə cavab verdiniz dəvətlərinə? Qəbul etdiniz yoxsa yox? Və başqa ayədə buyurur ki və in ahadu minəl müşrikin istəcarəkə fəəcirhu həttə yəsmə kəlamallah. Allahın kəlamın hətta eşlənəcən. Bunlar hamısı açıq aydın dəlillərdir. Və ya məsələn, Allah Subhanahu buyurur ki, yuridunə ən yubəddilu kəlamallah qul lən təttəbi'unə kəzəlikum qalallahu min qabl. Kəzəlikum qalallahu min qabl. Və başqa ayədə buyurur ki, وَاتْلُ مَا أُوحِيَ إِلَيْكَ مِنْ كِتَابِ رَبِّكَ لَا مُبَدِّلَ لِكَلِمَاتِهِ. Və başqa ayədə buyurur ki, إِنَّ هَذَا الْقُرْآنَ يَقُصُّ عَلَى بَنِي إِسْرَائِيلَ أَكْثَرَ الَّذِي هُمْ فِيهِ يَخْتَلِفُونَ vesaire, vesaire. Yəni şeyh rahimehullah Allahın danışmaq sifətini bəyanlayanda bu bir neçə dənə ayəni gətirir və elhamdülillah və bizim əqidəmiz budur ki, Allah Subhanahu taala deyirdi sözün, Cəbrail eşidirdi. Cəbrail gəlirdi, Peyğəmbər sallallahu aleyhi ve sellem deyirdi Allahın kəlamını. Və Cəbrail və Peyğəmbər sallallahu aleyhi ve sellem də sahabələrə deyirdi. Amma birdən desələr ki, bəs Allah Quranı birdən bir kitab şəklində Lövh-ül Mahfuza nazil edib, bəli, Quran kitab şəklində gəlib. Lakin 23 il ərzində ayələri elə deyildi ki, Cəbrail hansı ayəni istəyir gətirirdi, yox. Allah deyirdi ki, de belə, de belə, de belə. Bu ayəni apar, bu ayəni apar, bu ayəni apar. Deyinən ki, Allah deyir belə. Cəbrail də eşidirdi Allahın kəlamını, gəlirdi Allahın kəlamını ötürürdü Peyğəmbərimizə sallallahu aleyhi ve sellemə və bu ümumən. Amma bəzi məqamlarda, məsələn İsra Meyracda Allah birbaşa Cəbrailsiz Peyğəmbərlə danışıb və Peyğəmbər sallallahu aleyhi ve sellem Allahın kəlamını eşidirdi və Allahın kəlamı Allahın zatı sifətlərindən də həmçinin feili istəyinə bağlıdır. Və bununla Şeyx Rahimullah bu ayələri gətirməyini ispat eləyir Quran-ı Kərimlə. Heç fikir verirsiniz, bəzi yerlərdə heç hədis də gətirmir. Ancaq Quran-ı Kərimlə ispat eləyir, sonra gəlir artıq Quranın nazil olmaq, Allahdan nazil olmağın isbatı. İnşallah bu qalsın gələ məclislərimizə. Allah Şeyx İslam'a rəhmət eləsin. Allah bizə işlə faydalarından etsin. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.